İstəyirdim İmam Hüseyni ziyarətə getmək. Heç vaxt getməmişdim. 2017-ci ildə belə içimdə o qədər arzulayıram. Elə istəyirəm getmək. İndi hansısa işlə mi bağlı, nəyləsə bağlı alınmır. Həyətdə iş görürdüm. Yay aylardı. İstədim elə çay qoyum içim bir. Dincəlmək üçün susuzumdan da yanıram. Getdim məhəllə marketinə və balaca. Oradan su aldım ki, küçədə xoşlamıram su içməyi isti havalarda xüsusən. Gedim həyətdə içim. Belə evə çatmağıma az qalıb. Gördüm məhəllə uşaqlarından biri qaçır, belə maykada satdı balaca uşaq. Qaç tutdu oynayırlar, nəsə oynayırlar, su içindədir, belə qaçır. Qaça-qaça da belə əlimdəki butulkaya baxa-baxa qaçdı. Yay ayı, sərin su əlində. Baxa belə qaçdı, çağırdım ki, gəl bura. Sizin suzumuz hab idi. Rövşən əmi. Dedim, ala. Verdim və işte xırda əməldir də, 40 qəpiklik sudur. Verdim uşağa. Həyətə girdim. Üstündən bir 6-7 dəqiqə keçir, 10 dəqiqə keçməyib. Dedim, telefonuma zəng gəlir ki. Rövşən, tez xarici pasportu göndərmə. Dedim, nə məsələdir? Tez mütləqdir. Bir adam var deyib ki, Rövşəni göndərir Kərbəlaya. Tez bu dəfə bizimlə getməlidir. Yəni, bu adamların, bu əhl-i beytin səninlə olan təmasıdır. Necə görürsən bu? Bax, mən nə iş gördüm ki? Neynədim ki? Bir də sadəcə istəyim vardı getmək. İstəyirdim. Bir də xırda bir dənə, məhəllədə bir dənə belə balaca bir şey elədim də. Və girdim həyətə 10 dəqiqə keçməmiş bu xəbər gəldi mənə. Və başlamadım, Allah'a hardasa axtarım, yanımızdadır hər an, hər saat.